Dostlar salam, necəsiz? Mən yaxşıyam, şükür. Sizin də yaxşı olmağınızı Allahımdan arzu edirəm. Deməli, xanımlarımızın xahişi ilə mən sucuq bişirəcəm. Sucuğun bişirmə qaydasını ətraflı, izahlı şəkildə göstərəcəm. Öncə yorğan sapı götürürük. Bir də çox da qalın, ucu qalın olmayan iynə olmalıdır ki, yəni cəvizləri tikəndə cəvizlər qırılmasın. Bir dənə bütöv, özdə altdan elə bil ki, cəvizin elə bil üzü yuxarı baxmalıdır. O şəkildə, bax belə sapa keçirdirik. Məsələn, bir bütöv, bir yarı, bir bütöv, bir yarı. Bax belə bu şəkildə. İndi kim nə qədər istəyir də ölçüsünü, uzunluğu, misal üçün balacadır eləmək olar. Bax belə də eləmək olar. Məsələn, burada 30 santimdən çoxdur. Bax belə bu şəkildə də eləyib düzürük. Buradan da düyün vururuq. Əsas buradan altdan düyün vururuq ki, cəvizlər buradan çıxmasın. Buradan da düyün vururuq ki, bərksin, yəni oynamasın da. Bax, mən buradan başından düyün vurmuşam. Bax, belə bu şəkildə, bunlar da mağazinlərdə satılır. Bax, belə. Bunu olmalıdır, ya çuqun olmalıdır. Bax, bu qranitdir deyənə, qranitlə çuqunun qarışıqdır. Bax, bu qazan, yəni bunda olar sucuğu eləmək. Demək, nə edirəm? 1 stəkan un, 2 stəkan şəkər. Tökdüm, bax, umac elədim. Belə, yaxşı-yaxşı umac elədim. Sonra buna əlavə eləyirəm 5 stəkan su. Deməli, 1 stəkan şəkər, 1 stəkan un, 2 stəkan şəkər, 5 stəkan da həmən hansı stəkanla ki, unu, şəkəri tökürsünüzsə, o stəkanla da suyu tökürük. Yəni, böyük stəkan olmalıdır, çay içdiyimiz stəkan. Hadisa 200-250 qram tutan su stəkan. Bax, belə suyu tökürük, soyuq sudur. Sonra, deməli, yandırırıq. Çox da xodu gür olmasın. Normal, bax belə. Bunu əlimizi buraxmadan, bax belə buluyuruq. Belə bu, ta ki qaynara düşənə qədər. Aha, bax buradan görsəniz. Bax belə. Əlimizi buraxmırıq. Yəni buraxsaq, un yumru-yumru qalacaq içində. Ona görə də biz bunu, bax belə əlimizi buraxmadan, bax belə, artıq həll olundu un bunun içində. Aha, bax belə bu şəkildə biz bunu buluyuruq. Necə dolğa buladığımız kimində, bax belə o şəkildə əlimizi çəkmirik. Ta ki qaynayana qədər. Yoxdur içində, hamısı qəşəng açılıbdır. Bax bu şəkildə qatılaşır, artıq qaynamağa başlayır. Yəni bu o demək deyil ki, un bişibdir. Hələ unun bişməsinə hardasa məsələn 1 saat var. İndi biz bunun doşabını tökürük. Doşab da öz kəndimizdən gəlib, tərtəmiz, təbii, Ahtutun doşabıdır. Deməli, elə-belə tökürəm, baxıram da, yəni ki, rənginə baxacam. Çox da tünd olmasın. Yəni, karamellə, çox da açıq da eləmirəm. Yəni, qəşəng belə xoşa gələn bir rəng olsun, karamel rəngi. Aha, bu hələ azdır. Biraz da tökəcəm. Biraz da əlavə elədim. Belə bu şəkildə. Oradan görünür. Biraz da əlavə eləmək olar. Çox açıq da qəşəng görünmür, çox tünd də qəşəng görünmür. Dadlı görünməsi üçün, ləzzətli görünüşü üçün bunu ancaq karamel rəngi eləyirik. Bunda daha ləzzətli görünür. Samovarı da taxmışam, qəşəng çay dəmləmişəm. Demək, bu qaynamağa başladı. Biraz da əlavə eləyim. Qaynamağa ki başladı, əlimi buraxıram. Buraxıram, xodunu azaldıram, qazım. Qoyuram, vamodda bişməlidir. 1 saata yaxın bu bişməlidir. Bunun içindəki un bişməlidir. Əgər biz bunu elə biraz bir 5-10 dəqiqə qaynadıq, götürürük, sucuqlarımızı basırıq, onda quruyanda sucuqlar çat-çat olur.
Bu o deməkdir ki, unu bişməyib ona görə. Yəni bu bir elə bir ki, necə deyim, bu əsas məqamlardan əsas belə şeyi budur da, vacib məsələ budur ki, sucuğun çat-çat olmağının səbəbi bu yaxşı bişməlidir. Həm də parlaq olması üçün də. Bu 1 saat bişməlidir. Aha, bax belə qaynara düşsün. İndi qaynayırdı. Doşabın ki vurdum, əlavə elədim doşabına. İndi biraz gecikdi. İndi amma başladı qaynamağa. Bax bunu buraxıram. Amma ara bir mütləq qarışdırmaq lazımdır. Lap da şeyləsək dib alar da, buraxsaq dib alar. Ona görə də ara bir bunu qarışdırırıq. Belə. Qəşəng başlayacaq. Deyirəm, bəlkə bidoncu da vurum, birazca yiyim. Elə bir şey, mat görünür. Amma belə qəşəng rəngi. Allah, möhtəşəm. Samavarımızı da qaynatdım. Çayımızı da dəmləyirik. Çay impra çaydır, qəşəng indiski çaydır, çox qəşəng çaydır. Buyuram dəmləşsin. Bir stəkan çay çək. Bu da deməli qaynamağa başlayır bu modda. Qəşəng qaynayacaq. Axırda mən bunun ədviyyatını vuracağam. Çünki hələ bişməlidir. Çayımız damlandı, çayımızı süzürük. Bəh, çayın qoy. Çay özü o qədər gözəldir ki, heç kəhli otu vurmamışam içinə. Çayın özünün gözəl bir dadı var. Qəşəng ləzzətli. Mütləq limon atırıq. Bu da öz həyətimdə əkdiyim nanə cövhərdir. Nanə cövhərdən də atırıq. Nanə cövhərli çayı nanəli konfetlə içirəm. Nanəli konfeti görəndə mütləq mən çay içərəm də. Çay elə çox içən deyiləm. Mən əsas qəhvə içirəm. Məhəmməd Əfəndinin dəmləmə qəhvəsini içirəm. İndi elə almışam nanəli konfet deyə. Ona görə çaya xoşum gəldi. İndi bir çay içəcəm. Ədvasını da vurdum. Hind qozudur, hildir, mixəkdir, darçındır, vanilindir. Bax, belə bu ədviyyatlardan mən üyütmüşəm, hamısını bir yerdə saxlayıram. Elə yarım çay qaşığı əlavə elədim. Bir çay qaşığı dolar. Bax, belə bu şəkildə hələ ki bişir. 40 dəqiqə olar da bunun bişməyi, hələ ki bişir. Altını söndürdüm. Qoydum biraz. Burada da soyusun, biraz soyuyacaq, çox yox. Yəni qatılaşsın biraz. Yəni mən niyə belə edirəm? Çünki parlaq olsun. Sucuğun parlaq olması üçün suyunu çox vururam ki, həm də çox qaynadıram ki, sucuğumuz parlaq olsun. Əgər suyunu az vursam, onda elə qaynaya da məsələn sucuğu, onda lap bərkiyir. Sucuğu basıb qurudanda mat olur. Yəni məsələn parlaq olmur da, şumal olmur, mat olur. Ona görə də mən istəyirəm parlaq olsun deyənə suyunu çox vururam. Məsələn 1 stəkan artıq vurmuşam. Artıq sucuq bulamacımız hazırdır. Altını söndürdüm. Bir 15 dəqiqədə gözlədim ki, biraz qatılaşsın. Yəni dediyim kimi mən bunun suyunu özüm əslində 1 stəkan əlavə eləyirəm ki, parlaq olsun. Çox qaynadıram. Çox bişirirəm, amma parlaq olur da, onda sucuq mükəmməl olur. Əgər kimsə tələsirsə, məsəl üçün tez istəyirəm ələ gəlsin, onda suyunu az döymək lazımdır. Ta ki 3 stəkan məsələn. Onda tez əmələ gəlir, tez elə qatılaşır. Qatılaşan kimi sucuğu da basıb məsəl üçün hazırlaya bilər, amma o da çat-çat olur, nə bilim mat olur, qəşəng olmur. Amma mükəmməl olması üçün sucuğun bax biz bu şəkildə. Qəşəng par-par yanır. Aha. İndi sucuğumuzu bax belə basırıq. Bismillah deyirik, başlayırıq işimizə. Aha, bax belə. Hər tərəfi, yəni, bax buradan görünür, hər tərəfi bulamacın içinə batırılır.
Sonra bax belə yavaş-yavaş qaldırıb asırıq. Bax belə. Altına da belə nimçə qoyuruq ki, yerə tökülməsin. Bax belə tez də quruyur. Bir-iki damcı düşür, artıq hazır olur. Yəni həm də bu qaldıqca qatılaşır. Ona görə tez-tez işimizi görməliyik ki, çox qatılaşmasın. Əgər çox qatılaşdısa, onda birazca qaynar su əlavə eləyib təzədən bişirmək olar. Məsəl üçün, əgər biraz qalıbsa, mən onda elə eləyirəm. Biraz qaynar su qatıram, ancaq qaynanmış su qatıb əlavə eləyirəm, bişirirəm. Yəni onda sucuğu batıra bilirəm. Basa bilirəm. Aha, bax belə. Məsələn, bir-iki güncə belə qalar soyuducuda. Bax belə. Altına da nimçə qoymuşam. Yəni əslində mən çöldə eləyirəm. Çöldə küləkdir deyənəm. Həm də çəkiliş üçün bunu mətbəxdə eləyirəm. Mən həmişə həyətdə işləyirəm. Həyətdə mənim balaca bir mətbəxim var. Orada işləyirəm. Orada rahat şəraitim də var. Bax belə. Yenə var. Belə 1 kilonu çıxardır. Bu dediyim resept bizə 1 kilo 200, 1 kilo 300 də olur. Misal üçün çıxardır. Kilodan artıq. 500 qram, 600 qram cəviz ləpəsindən 1 kilo sucuq olur. Bu dediyim reseptlə də elə 1 kilo ancaq olur. Əgər indi baxırsınız da quruyandan sonra görsəksiniz ki, nazikdirsə, onda biraz quruyur, özünü tutandan sonra yenə, misal üçün istəsəz, yenə eləyib bu şəkildə, məsələn, təzədən yenə artıq sucuğu bitirdim və sizə bacardığım qədər göstərdim, bişirmə qaydasını, hamısını sizə ətraflı şəkildə göstərdim. Elə bilirəm, qaranlıq bir şey qalmadı. Yenə də nə lazım olsa, nəyi bilməsəz, nə sual sizi maraqlandırsa, mənə sual verə bilərsiniz. Deməli, bax bu da biraz belə qalanda, yəni bunun içinə cəvizdir, fındıq xırdalarıdır, badamdır, xırda-xırda doğrayıb, qatıb, elə çayla da içmək olar. Çox dadlı, ləzzətlidir. Bunun bulamacı həqiqətən çox dadlıdır. Mən indi bunun içinə bal da vururam, misal üçün kərə yağı da vururam və belə dadlı olur. Adam var ki, doşaq vurmur, elə təkcə südlə eləyir. Məsələn, süddür, şəkərdir. Bir də süd, şəkər, yəni su vurmuram, əvəzinə süd də vururam.